Salam kanal izləyiciləri, bu gün sizi Xırdalandı mərkəzdə Sultan Şahlıq sarayının arxasında belə bir 8 mərtəbəli apartmanda təzə mənzillərimiz çıxıb satışa. Keçirik mənzillərlə sizi tanış edək. Buyurun baxın. Xoş gördük hörmətli izləyicilər. Daha İndi isə 5-ci mərtəbədə həmin binanın 5-ci mərtəbəsində 84 kvadratdan ibarət Sultanlı mənzilimiz çıxıb satışa. 8 mərtəbəli binanın 5-ci mərtəbəsində. Yerləşmə yeri də bir daha vurulur. Sultan Şahlıq sarayının arxasında yerləşir. 119 nömrəli marşrut dayanacaq xəttinə harasa bir 60-70 metr məsafədə binamız belə deyil. Başlamışıq səşikə dəhliz hissəsindən. Dəhlizi göstərsəm məsələn. Döşəmə hissəsi metrlardır. Burada bir otağımız yerləşir. Bura qonaq otağı kimi nəzərdə tutulur. Yataq otağı kimi kim baxır və belə hal-hazırda qonaq otağı kimi nəzərdə tutulur. Çünki burada televizor xəttinin yeri var. Görürsünüz burada. Yeri qoyulub hazırda vəziyyətdir. Bu bizim qonaq otağımızdır. Bura isə mətbəx hissəsi. Qonaq otağından mətbəxə var. Normal bir mətbəxi var. Bu döşəməsi mətbəxdir. Bura eyvanıdır. Eyvanı götürürsən. Burada geniş bir eyvan da var. Sayğacına qoyulub görürsünüz. Bu da sayğacına göstər. Yataq otaqları. Belə deyil, bölgəsi nəzərdə tutulmuş yataq otaqları mənim izləyicilər. Burada isə burada sanitar qovuşağı yerləşir. Bunu çək göstər. Burası kiçik bir yataq otağı. Yəni qanuni 3 otaqlı mənzildir, hörmətli izləyicilər. 84 kvadratdan ibarət qanuni 3 otaqlı mənzildir. Mənzilin qiymətini açıqlama bölməsində qeyd edəcəm. Ümumiyyətlə satışda mənzillərimiz çoxdur. Fərq etməz, istər bina evləri, istər yeni tikili bina, istər köhnə tikili bina, həyət evləri, xırdalar, masazır arasında fərqi yoxdur. Yəni, satışda mənzillərimiz çoxdur. Bizə müraciət edə bilərsiniz, əgər mənzil satmaq istəyirsə və yaxud da almanla bağlı kanalımıza abunə olun, videomuzu bəyənməyi unutmayın.